Axır ki Camal'la Zara qovuşdular. Axır ki. Bizim o möhtəşəm filmimizə. Bu aktyor, bu aktrisa, bunlar məni yeyər diridir. Kənandan gözlənilməz bir performans oldu. Doğrudan da böyük rejissor yanaşması. Çünki mən ondan sonra heç bir rejissorlarda onu görə bilmədim. Soyutma yumurta eləyirdi, evin dalında. Əvvəldən deyərdin, sənə bir kletka yumurta qaynadıb qoyardıq. Ne ki yəz? 3 yaşımda olan hər şeyi xatırlayıram. Həmişə mənim saçım oğlan saçı, sənin saçın kimi olur. Qısa olur. Padmal Çişko. Küstüyün an olubmu təkliyindəki? Anam tərəfindən şillələnmişəm. Atam anam tərəfindən sevgi, qayğı, nəvaziş çox görməmişəm. Ki o sevgini mən nənəmdən görürdüm. Uşaq da istəyirəm, ən çox uşaq istəyirəm. Ailə də istəyirəm ki, Qətiyyən burada tamaşaçıların təzyiqi yoxdur da. O dedi bax mən bu qızı axtarıram, bax mənə bu qız lazımdır. Monika Bellucci'dən daha gözəl deyilmi biz? Mən özümdən utandım. Dolanışığın bəsində nədəndir? Mən çörək yeyəndə ancaq çörəyin qabığını yeyirəm. O vaxtda bloger, influencer yox idi, mən idim. Pərvinlə axırıncı dəfə də elə stand-upda yaman zarafatlaşmışdıq. Düzdür, zarafat zalda tutdu, Pərvini tutmadı, Pərvin məndən. Amma Pərvinin zarafatı elə tutdu orada. Hal-hazırda ekranın o yüzündən bizi izləyən kim varsa, ekranımızın bu yüzündən sevgi dolu salam olsun. O yüz bu yüzdə siz ikinci buraxılışdayıq. Fikirləşdim kimi çağıraq. Çox gözəl bir xanım qonağımızdır. Aktrisamız, hər zaman səhnəyə yaraşan Pərvin Abıyeva. Salam əleykum. Aleyküm salam. Tam belə bilir ki, biz hər gün bir yerdəyik, ümumiyyətlə. Yox, illər var. İllər də, səni görməyəli illər var. Sən dinən 4 il, mən deyim 5 il, 6 il, bilmirəm. Axırı bayağı uzun bir müddət keçib. Axır ki, Camal'la Zara qovuşdular. Bloka girirsən? Gəl. Evdəyəm. Açıqdır qapı, gəl. Əlbi çəkə, hara? Lara kimdir? Deməli, nişanlımdır da. Əşi, belə kim gəlir, gəlsin, mecmə deyil. Bu evdə hara gedirəm, mən? Gətir paltarlarımı, sumkamı, gedim. Bizim o möhtəşəm filmimizə gecə qonağına baxanlar bilirlər. Gəlib o qapının ağzında dayanıb sonra başqa qərar verən. Orada bir şeyimiz yoxdur nəsə ortada. Səni sevənlərin adından soruşmaq istəyirəm, ay Pərvin. Haralardasan, ay Pərvin? Hər zaman o açıqlamaları ilə, birbaşa verdiyi mesajlarla, səhnə geyimləri ilə, istər sosial, istər TV, həmişə danışılan biri olmusan. Bu qərar vermirsən, yoxsa yorulmusan? Haralardasan, yoxsan axı. Güc və iradəni təcəssüm elətdirən marka olaraq idman və əyləncə dünyasının liderlərindən olan Bizon verilişimizin baş sponsorudur. Gənclərin qələbə əzmini dəstəkləyən Bizon sponsor olduğu hər layihədə öz təsirini gücləndirir. Bizon xüsusi və unikal dadları ilə fərqlənir. Sloganımız isə Meydan sənindir. Meydan sizindir gənclər. Təşəkkürlər Bizon. Belə deyim də, Fərda, bilənlər bilir, böyük bir ehtimal, yəqin sən bilmirsən bunu. İndi deyim sən də. Məndə son 3 ildir ki, sağlamlıqla bağlı ciddi problemlərim var idi. Demək olar ki, bu son 3 ilimi ancaq öz sağlamlığımla məşğul olmuşam. Ayağımda problem oldu, sonra qida borusu axalaziya deyilən bir xəstəlik çıxdı məndə. Axalaziya? Axalaziya, bəli, qida borusu Allah sənə acil şəfalar və versin. nevroloji bir xəstəlikdir, çox sağ olun. Uzun bir müddət ondan müalicə aldım. Sonra ayağımda bir neçə dəfə problem oldu. Orada ayaqdan bir neçə əməliyyat oldum. 3 əməliyyat ayaqdan oldum. Bir əməliyyat axalaziyadan oldum. 3 əməliyyat ayaqdan sonra həmən ayaq təkrar qırıldı. 1-2 ayda onun müalicəsi, bitişməsi falan filan deyə baxdım ki, artıq 3 il, 4 ilə keçir. Yəni, bayağı bir vaxt mən ancaq müalicə ilə, sağlamlıqla, özümlə məşğulam ki, sənət ümumiyyətlə məşğul deyiləm. Təcrübəmiz artdıqca və sənətdə böyüdükcə artıq gələn hər təklifə hə demirsən. Seçimlər. Hər təklifi qəbul etmirsən və əvvəl gənc yaşımda
üstdən incəliyirdimsə, baxırdımsa, fikir verirdimsə, indi çox fikir verirəm. Əvvəl görsənmə idi, indi necə görsənmə? Bəli, əvvəl düşünürdüm ki, mən görsənəcəm? gənc aktrisayam, fərqi yoxdur, əsas odur mən özümü tanıdanda, sübut eləyənə qədər göz önündə olum. Hər kəs elə düşünür 100%. təzə-təzə efirə çıxanda. Amma sonra artıq sənətdə yaşlandıqca başa düşürsən ki, bu artıq sənə uyğun gəlmir. Seçici olmalısan. İstər ssenarinin özü, ən çox ssenaridəki dialoqların dolğunluğu, tərəf müqabilin, yəni çox faktorlar var da. Yəni ona görə biraz sənətdən də uzaqlaşmışam. Düşünürəm Mən əminəm ki, səni axtarırlar. Çünki Pərvin inandırım əsasda bəylər, yaxından izləyən bəylər ki var. Artıq YouTube-da da o funksiya var, böyüdüb baxmaq, böyüdüb baxırlar da oradan çox gözəl bir xanımdır. Səhnə gərək sevsin də. Vallahi, mən gecə qonağında deyim ki, sizə Kənanı buradan salamlayırıq. Kənan əmim. Necəsən Kənan? Çəkirsən gələ, baxırıq sənə. Baxırıq. Baxırıq. Uzaqdan baxırıq. Kənan ürəkli də. Deməli, onu çəkəndə yadındadır birinci gün. Nə çəkirik deyir, əladır. Gəlir məni öpür. Pərvin almışdı. Amma adamın Allahı var. Biz özümüz də əlaydıq da. Fərdə o filmdəki dialoqlara bax, məsələn, necə rahat oynamışıq, necə içdən oynamışıq. O necə gəldi, ora çıxdı, onu danışıram mən. Birinci gün nə olur, o süpüm öpür, özümü sənə necə hiss edirəm. Amma mən kvans tatlı toğam, mən Burak Özçivitəm. Özü drama oynuyorum, özü hamısı da okeydir. Komediyadan drama keçmişəm. Camal, bu necə oldu belə, baxıram belə, deyirəm, özümə baxıram, o deyiləm, Kənana baxıram, Kənan da deyil. Və bu nə hay-ki idi belə, bu nəyin hay-ki idi? Səni ağlatmağımız yadındadır. Birdən sənəyə ayıldım ki, düz oynamıram mən. Yəni, onsuz da hələ tərəddüdüm var. Yadındadır. Amma hadisələr inkişaf edən xət var da. Mən sabah dedim, mən indi Zara ilə qışqıra-qışqıra danışıramsa, mən sabah yazığı necə oynayacağam? Mən çünki ev uşağıyam orada, onu oynayıram. Yəni, baxmayanlar baxa bilər. Mama uşağı. Ondan sonra yadında bizim ilk dəfə, sənlə də ilk dəfə də qarşılaşırdıq. Pərvindən qutardı. İlk layihəmiz. Kənana dedim ki, Kənan, çəkdiyimiz nə varsa düz deyil. Mənim yadımdadır. Mənim hətta yadımdadır ki, mənim o çox xoşuma gəlmişdi. Sən özünü kritik eləmişdin və demişdin ki, bu o deyil. Mən məşq eləməliyəm. Hətta mən səni biz bilmirəm, biraz mən məşq elədim səndən. Bilmirəm səni kimə yönləndirdik. Sən. Hə, çünki sən özün dedin ki, adam özü adamla Allah var dedi ki, mən komediya aktyoruyam və nə oynayıram deyirsən, okey. Yəni bu məni qane eləmir. Kənan da maşallah o qədər gözəl izah eləyir ki, heç də belə qoy belə, davay. Əla, bir dənə də self elədi özünü. Orada bilirsən nə məsələsi də var. Sən axı sən özün də professional aktyorsan, çox adam da utanır ki, o deyil də, getmir. Yox, Fərdə, indi bəlkə də düşünüb ki, indi belə bir aktyora mən dəqiqə başı yönləndirim, belə elə utanır bəlkə də. İlk dəfə olaraq Pərvindən yadında da özdən necə səndən xahiş elədim ki, Pərvin, sən bunu bilirsən, Pərvin, xahiş edirəm, mənə yön verə bilərsən rahatçılıqla, onda mən də bir başqa cür tanınırdım, Pərvin, bir başqa, mən də ekrandan izləmişdim, o gözəl xanımdan üzbəyiz gəlmişdim, biraz düşmüşdüm həyəcana, amma sağ olsun Pərvin yönləndirdi. Ondan sonra yüngül məşq elədik, Kənana yığdım ki, Kənan təzdən çəkir, qardaş, nə çəkir, təzdən mı, çəkmişik, əladır filan, yenidən təzdən səhnələri başladıq yenidən çəkməyə və yaxşı da ki, çəkildi, var. Çox istəyərdik ikincidə bərabər oynayaq. Fərdə, valla bizim bərabər, mən sənə bir dənə sözdüm, bizim bərabər çalışdığımız hər layihə uğurlu olur. Yanlış anlaması olsun, gecə qonağı olsun, gecə qonağı 1 də, gecə qonağı 2 də Kənanın layihəsidir. Amma xətrinə dəyməsin, amma bir gecə qonağı daha çox səs gətirdi və hətta mən biz ikincini çəkəndə ona dedim ki, yəni burada bir də Fərdə var, ikincidə davamlılıqda mütləq olmalıdır. Orada artıq ssenari başqa idi deyənə onu eləmədi, özü bilər. Amma heç olmasa 2-3 kadr. Mən özünə də demişəm, özündən də soruşsaz, mənə də soruşsaz, mən deyərəm ki, birinci gecə qonağı daha möhtəşəm idi. İnşallah qismət olsun təzədən yeni bir layihələrdir. İnşallah. İnşallah mən sizə deyirəm də, düzdür o barədə elə dərin söhbətimiz olmayıb, amma əminəm ki, biz əməkdaşlığa başlayacağıq Pərvinlə. Fərdə, təkrar drama oynamaq istəyərdin və yaxud da oynasaydın,
oyunla indikində fərq olardı, gecə qonağı ilə. İkinci buraxılışımızın qonağı Fərda Axırayev. Yox, indi həmişə sən sual verməyəcəksən ki, indi mənə maraqlıdır. Məsələn, mən ilk dəfədir sən drama filmində gördüm. Həmişə nə görmüşük? Ha-ha, hi-hi güldürən Fərda görmüşük də. Amma bu filmdə biz tamamilə fərqli bir obraz gördük ki, onda bacardın, ağlamağından elə onu elədin. Mənə elə gəlir amma, vallahi billahi, indi ondan bir 10 dəfə artığını oynaya bilərəm. Çünki yaşam çox böyük rol oynayır. Ən böyük müəllim real yaşadığın həyatdır. Yəni həyatın bu yüzüdür. O yüzü səhnədir filan. Bu yüzdə yaşadığın bir şeyi artıq səhnəyə köçürtmək çox rahatdır. Çünki o duyğular açıqdır məndə. Yəni istəyərsən də. 100%. Və əminəm ki, onu dəvət belə olmasa mütləq səndən bir şey oynayacağıq. Mütləq, inşallah, mütləq. Tək olsun, çünki bizim layihələrimiz uğurlu alınır. Ona mən əminəm, çox tez-tez bizi bir yerdə görəcəksiniz. Mən bu sözü sizə verə bilərəm. Gedək sənin uşaqlığına. Gedək. Hə, sənin əsas tanınmayan tərəfləri var ki, uşaqlıq, harda keçib uşaqlığın? İlk dəfə olaraq o ilk an olur, hər hansı bir filmə baxırsan ya bir tamaşaya. Oyun səni aparır, çünki sən hekayənin içində o teatr, səhnə, film vardı yəni. Avtomatik uşaq vardı, ilk hiss elədiyin an olubdu. Mənə maraqlı olan odur və əminəm səni sevənlərə də maraqlı olacaq. Pərvin ilk dəfə hansı filmə baxdı? Hansı replika yadında qaldı? Onu güzgünün qabağında məşq elədi. Sonra o istəyini deyəndə evdə ona kim dəstək verdi, vermədi? Oy, çox qarışıqdır. Bax, gəl əvvəldən danışım sənə. Mən ailənin ortancıl uşağıyam. Bir çoxlarımız da, hamımız da bilirik ki, ortancıl uşaqlar o qədər də evdə sayılmır, seçilmir. Belə də varmış kimi davranır. Mənim uşaqlığım, bəli, çox belə atam-anam tərəfindən sevgi, qayğı, nəvaziş çox görməmişəm, nə yalan deyim. Çünki mənim böyük bacım biraz narahat doğulmuşdu, dünyaya gəlmişdi və bütün eforlarını, bütün enerjilərini ona sərf edirdilər. Və hətta mənim yadımdadır ki, mən bacıma 7 yaşına qədər hər ad günündə, hər il qurban kəsirdilər ki, çox şükür bu ildə yaşadı, bu ili də çıxdı. 7 il, hər il qurban kəsdilər. Ən son qurbanı kəsəndə yadımdadır ki, mən ağladım, qısqandım. Onun bir dənə də toyuq mənə. Dedim, hər il ona kəsirsiniz, mənə niyə heç qurban kəsmirsiniz? Mən sonra böyüdükcə onu anladım ki, mən bacım biraz zərif, zəif qız idi. İndi də elədir. Məsələn, elə bir ki, evin böyüyü mənəm. O mənim balacam da elə bir ki. Məsələn, münasibətdə də elədir. O qədər məni çox istəyir. Salamlayırıq bacını, baxıram, 100% baxacaq. Çox sevirəm onu. Ümumiyyətlə, bütün ailəmi çox sevirəm. Allah mehriban eləsin sizi. Allah hamının ailəsini saxlasın, var eləsin. Uşaq vaxtı məndə o bir qısqanclıq olmuşdu. Bir də nənəmlə çox böyümüşəm. Nənə, yəni anamın anası ilə, mən də ona ana deyirdim. Yaşayır mı? Yaşayır həyatda? Yox, o artıq 20 ildir ki, dünyasında yaşayır. Hə, laf körpəliyindən danışırsan. 19 ildir. Hə, mən 7-ci sinifə qədər 2 il orada oxumuşam, məktəbə qədər və 1-ci sinifi orada oxumuşam, kənddə oxumuşam, nənəmin yanında qalmışam. Hansı kənddə maraqlıdır? Ağsunun Musəbəyli kəndi. Sən Ağsulusan? Bəli. Çox adam düşünür Google-da... Salam olsun, Ağsu, heç bilmirdiniz bəlkə də. Bəli, öpürəm hər kəsi. Google-da, Wikipediyada belə bir yanlış məlumat var. Bilmirəm, o Wikipediyanı kim yaradıb, sağ olsun. Amma o adamdan xahiş edirəm ki, oradakı məlumatları düzgün yazın. Çox məlumat orada yanlışdır. Məsələn, orada Ağdaş yazılıb ki, heç vaxt Ağdaşı görməmişəm. Ağdaşlılara da qucaqda olsa salamlarım var. Mən həmişə deyəndə ki, mən Ağdaşlı deyiləm, Ağsuluyam. Biraz Ağdaşlılar incir, başqa bir məqsəd yoxdur. Sadəcə reallıq var da. Olan budur da. Yəni, mən Ağdaşlı deyiləm, Ağsuluyam. Oxudun orada məktəbdə? Orta məktəbi bir neçə il orada oxumuşam və bütün tətilləri demək olar nənəmin yanında qalmışam. Onda da göz qüsurluydu, gözü görmürdü deyənə mən onu çox sevirdim. Və demək olar ki, bütün tətillərimi də onun yanında keçirdim. Yay, yaz, qış, payız fərqi, o vaxtda bilirsiniz 4 tətil olurdu. Hamısını da gedirdim. Umduğun o sevgini ən çox nənədən Çünki o sevgini mən nənəmdən görürdüm. Yəni, məsələn, anamla atam bacıma qayğı göstərərdi. Nənəm sırf bütün nəvələrin içində ən çox mənə qayğı göstərərdi. Pərvin gəlsin. O nənələrin bir dənə şeyi var. Gedib yumurtanı qayğanaq eləyirdi, soyutma yumurta eləyirdi, evin dalında uşaqlarla oynayıb çağırırdı. Abala, gəl bura, gəl bura, gəl bura. Adil, qıraqda, gizli. Gələ, bu yumurtanı soy, ye, heç kim görməz. Heç kim görməsin də. Yumurta da yox, yumurtanı. Hə, yumurtanı. Yumurtanı soy, ye, heç kim. Bəlkə də digər nəvələrindir, amma belə idi də.
Ona Gizlin görə yeməkdən də gözəl şey yoxdur. Bilmirsən o yemək hara gedir. O tində mənim bu bucaq. məhz o vaxtlardan soyutma yumurtaya çox böyük sevgim var. Ölürəm soyutma Sevgi var yumurta da onun üçün. içindən gəlir. Nənənin verdiyi. Yəni soyutma yumurta mənə təklif elər, nə vəziyyətdə mən onu heç vaxt atqaz elə. Tox olum yenə yeyəcəm. Ən çox da stoliçni salat eləyirlər. Kaş bunu əvvəldən deyərdin, sənə bir kletka yumurta qaynadıb qoyardıq. Ye ki, yeyəsən. Hə, canım. 7-ci sinifə qədər demək olar ki, orada olmuşam. Sonrasında məndə bu efir sevgisidir, bu məşhurluqdur, bu oynamaq, rəqs. Uşaqlıqdan rəqs eləyənəm. Uşaqlıqdan da özümü bildim biləli, özümü də tez bilmişəm. Bu arada 3 yaşımda olan hər şeyi xatırlayıram. Bunu da deyim, hə. 3 yaşımda olan şeylər Uşaqları yadımdadır. bilirdik ki, xanımlar daha tez oyanırlar. Amma 3 3 yaşında yaşında oyanmaq. olan şeylər yadımdadır. Mənim Möhtəşəm. yadımdadır ki, mən anamın kalqotkalarını özümə saç eləyirdim. O jaketlərini özümə saç eləyirdim. Mənim həmişə oğlan saç olub saçım. Şey olmasın da, rasxod olmasın deyə bir dəfəlik qırxırlar ki, da bir də 2-3 ildən sonra elə olur o. Xərcin qarşısını almaq üçün. Mən belə düşünürəm ki, məndə də çox olub. Mən belə düşünürəm ki, mənim bacımdan qabaq bir qardaşım dünyaya gəlib, uzun müddət mübarizə aparıb, amma sonra dünyasını dəyişib. Ondan sonra bacım dünyaya gəlib. O uşaqdan, o qardaşımdan anamda böyük bir travma var idi. Hətta bacım da doğulanda o qardaşımdan qalan travma idi ki, hər il ona qurban kəsirdilər, ay buna bir şey olar falan. Mən düşünürəm ki, mamam hər o uşağın travmasını hərəmizdə bir cür yaşayıb. Məsələn, bacımda onu hər il qorumaq, hər şeydən qoruyurdular. Mən heç vaxt xəstələnməmişəm. Aşırı sevgi, qayğı səndə də. Amma mən qardaşımın kopyası olmuşam. Ona görə də bilmirəm, mamam uşaqlıqdan mənim saçım özü kəsirdi. Həmişə mənim saçım oğlan saçı, sənin saçın kimi olur. Qısa olur. Padmalçişka olurdu. Hə. Özü qoyurdu ayağının altında, kəsib məni göndərirdi. Sonra mən böyüdükcə anladım ki, düşünürəm ki, bəlkə də anam həmişə deyirdi ki, sən Vüsala çox oxşayırsan. Ölən qardaşımın adı Vüsal idi. Bəlkə də ondan qalan travma idi ki, onu oxşadırdı deyəni məni oğlan kimi ol. Ki, mən 11-ci sinifə kimi oğlan kimi böyümüşəm. Futbol, handbol, yüngül atletika, nə bilim, basketbol, idmanın bütün növləri ilə məşğul olmuşam. Hə. Və uşaqlıqdan da anamın yubqalarını kəsirdim, nə bilim, özümə uyğun nəsə elirdim, kabluklarını, Özün üçün oynadığın rol hansı olub? Evdə oynamısanmı? Ya mamaya göstər. Evdə adam olmayanda çox sevirdim. Xoşuma gəlirdi. Məsələn, Təkliyi sevirsən onda. Hə, məsələn, bizdə də belə bir şey, mən çox dəcəli idim. Dediyikdir. Məsələn, küçədə gedəndə bunu istəyirəm dedimsə, olmalı idi. Özümü qaldırıb çırpırdım yerə ki, onu mənə eləməlisiniz. O da mamam da elə şeyləri İstər-istəməz qadındır da, kim istər uşaq Sürüyə eləsin onu. Mən özümü süründürürdüm, yəni rəsmən elə bir uşaq idim. Ona görə mamam hər yerə bacımı aparırdı. Belə mən o qədər evdə qalırdım ki, tək. Başladım dizinin qabağında rəqs edirdim. Mamamın paltarlarını pis günə qoyurdum, kəsirdim, doğulurdum, model eləyirdim, öz üzərimə tikirdim. Mama gələndən sonraki sən danışmır. Öldürürdü məni, o qədər döyürdü məni. Bir koftanın üstündə adam nə qədər döyürlər. Sonra mən həmişə deyirəm, bilmirəm eşitmirsən ya yox, həmişə deyirəm ki, mən Azərbaycanda ən böyük fanat olduğum insan Aygün Kazımovadır. Nə gözəl. Divamızı salamlayırıq buradan. Və mən ona baxa-baxa, onu izləyə-izləyə, onu dinləyə-dinləyə bütün uşaqlığım onu dinləməklə keçib. Yadımdadır ki, həmişə qış olurdu. İndi yəqin ki, sən də elə mən də bir çoxumuz imkanına böyüməmişik də, yaxşı şəraitdə böyüməmişik. İndi evimiz soyuq olurdu, nə? Mamam deyirdi ki, ay bala deyir, hamımız deyir, büzüşüb otururuq evdə, deyir, soyuqdan donuruq. Sən deyir, qoyursan o kolonkanı ora, Aygünün mahnılarını qoyurdum CD-sini. Maykada, şortikdə oynayırdım bütün günü otaqda özüm üçün, güzgün qarşısında oynayırdım. Belə, hə, sonra Yeni Ulduz başladı. O ərəfələrdə artıq 15-16 yaşım var, deyirdim, Yeni Ulduz başlasın. Yaşım düşsün, böyüyüm, gedəcəm Yeni Ulduza. Getmirsən seçimlərə? Elə oldu ki, yox, yaşım düşəndə artıq Yeni Ulduz bağlandı. Bağlandı, hə, nə gözəl. Hə. Gələn il Allah qoysa bağlandı. Qismət. Qismət, bəli. O mənim içimdə olub, uşaqlıqdan onu istəmişəm ki, mən yəni yox yerdən gəldim, aktris oldum. Nə təhsilim olmayıb, nə modelliyim olmayıb, nə
Yəni deyim ki, belə aşırı gözəl olmuşam, məni həmən görüb deyiblər nə gözəl qızdır. Yəni belə şey də olmuş, çox şans, təsadüf, kinostudiyadan mən kəşf olunmuşam. Bu barədə bir neçə dəfə danışmışam. Düzdür, mənim Özün getmişdinsə, yoxsa hardasa Mənim kimsə sənət təklif eləmiş? yolumda Kənan əmimin rolları böyükdür, düzdür. Amma mən hər zaman bunu demişəm, mənim aktrisa olmağımda, mənim ümumiyyətlə bu yerdə olmağımın səbəbi Cavid Təvəkküldür. Cavid qardaşım salamlayıram. Kənandan gözlənilməz bir performans oldu. Kənan da kömək eləyərmiş kiməsə. Yox, gəl belə deyək də, Mənim Kənandan ayrıca baxışıram, buradan gəlin baxacağam. belə deyək, haqsızlıq eləməyim, ardıcıllıqla deyim. Kənandan deyim. öncə isə Osman Albayraq olub. Mən bir rəfiqam var idi, aktrisa idim. O zamanlar Qarabağnamə deyiləm, çox seriyalı bədii film çəkilirdi, İctimai TV kanal tərəfindən çəkilirdi. Mən bir rəfiqamı orada görməyə getmişdim, ziyarətə getmişdim. Çəkiliş meydançasına. Hə, o da sadəcə ara verilmişdi, Qrimyornadaydı. Dedi, buradayım, istəyirsən gəl. Mənim də ona bir sürprizim vardı, əslində ona görə getmişdim, bir hədiyyəm var idi. Biz bundan danışdıq, elədik, söhbətləşdik. Artıq setə getmək momenti gələndə elə oldu ki, mən çıxıb getməliyəm. Mən qapıdan çıxdım və o biri qapıdan paralel Cavid Təvəkkül çıxdı. Biz elə bir üz-üzə gəldik. Məndə də o zamanlar daha uzun, tünc qara saçlarım var, daha belə dolu qız idim, daha belə qaşım, gözüm qara idi, özüm də qara idim indikindən. O filmədə ərəb-fars obrazında bir qız lazım idi. Görünüşü mənim kimi qara qaş, qara göz, qara uzun saçlı. Rejissor buraxmaz onu, bu kadrı buraxmaz. Biz Cavid müəllimlə belə üz-üzə gəldik. Cavid müəllim belə qaldı, baxdı. Dedi, bax, mən bu qızı axtarıram, mənə bu qız lazımdır, mənə bunu istəyirəm. Hekayəyə bax. Hə, bunu istəyirəm. Mən çöndüm Aysələ belə baxdım, dedim, Aysel, bu kimdir? Kimdir məni istəyir? Çox üzr istəyirəm ifadə etdim, dəlidir bu nə deməkdir, mən bu kişini tanımıram. Dedi, ay qız, sakit dur, o Cavid müəllimdir, bəs bizim rejissorumuzdur. Bu filmin rejissorudur. Əgər o səni bəyənibsə, demək ki, sənə uyğun bir rol var orada. Səni hansısa rolda görür. Cavid müəllim də maşallah sözün demiş rejissorlardandır. Ona hörmətim sonsuzdur. Cavid müəllim məni çox görüb, yəqin ki, hələ deməyib, budur. Çox böyükdür, hə. Salamlayırıq, minnətdarıq. Və mənim də heç bir ömrümdə kamera görməmişəm, televiziya görməmişəm. Və adam deyir ki, 2 gün sonra çəkilişdir. Deyirəm ki, Cavid bəy, bəs axı mən hamam, Fərda bilirsən necə danışırdın? Və belə, Cavid müəllim, axı mən özüm öz səsimi eşitmirəm, başa düşdün? O qədər nazik danışıram ki, yavaş-yavaş artıq üzərimdə işləyə-işləyə diafraqma, səsi açmaq, bu səsimi qalınlaşdırdı. Mən belə səsim olmayıb. Deyirəm ki, siz çox böyük risk alırsınız da, axı mən aktrisa deyiləm. Siz 2 gün sonra məni çəkməksiniz, mən heç nəyə hazır deyiləm. Dialoqların çox idi, yoxsa əsas görüntü idi? Əsas rollardan biridir. İbrahim Xəlil xanın sevdiyi, Qurbanqulu xanın sevdiyi qadın oluram. Bəli, əsas qəhrəmanın ən sevdiyi qadın oluram. Ərəb-fars mənşəli bir Sitarə deyə bir xanımdır. Gənc bir qızdır. Gör nə qədər heyran. Aşıq olur, onu İrandan gətirir Qarabağa özü ilə. Bizim də orada Kəmalə xanımla, Kəmalə Müzəffərlə diyaloqlarımız var. O da Qurbanqulu xanın həyat yoldaşını oynayır. Mən də xam, ay Allah, gəlib düşmüşəm əjdahaların içinə. Bu aktyor, bu aktrisa, bunlar məni yeyər diridir. Mən bunlarla necə oynayım? Həyəcan. Cavid müəllimin də bir çox sevdiyim bir, məsələn, onu mən çox rejissorlarda görməmişəm. Çox sevdiyim bir xüsusiyyəti var idi ki, sən 100 dublədə bacarmasan, o heç vaxt səni qışqırmaz, səni acılamaz, sənə sərt, bəsdir, sənə erir, bəsdir də, düzəməlli oyna, sənə dedim, belə qışqıran aqressiv rejissorlar var. Amma Cavid müəllim hər dubulda alınmır. Elə gəlirdi mənim qulağıma, qızım, bax, belə yox. Belə elə, belə eləsən, belə alınacaq, belə eləsən, elə alınacaq və sonra mən sənə göstərəcəm, sən neynəmirsən. Gör neynəmirsən. Doğrudan da o mənə onun başı salırdı. Doğrudan da böyük rejissor yanaşması. Çünki mən ondan sonra heç bir rejissorlarda onu görə bilmədim. Hətta biz o Qarabağnamədən sonra Osman Albayraqla bir serial çəkdik. Oğurlanmış arzular, bəli. Hekayələr nə qədər çox alıbsa, günlə yaddan çıxıb. Orada da Qarabağnamədən sonra Osman Albayraq
O da məni təsadüfən kəşf eləmişdi. Mən heç bir filmdə, serial, hələ Qarabağ nəmə çıxmayıb, amma məkanların birində mənim enerjim çox xoşuna gəlmişdi Osman Albayrağın. Demişdi ki, bu xanımı mən çəkmək istəyərdim Oğurlanmış Arzular serialına. Çünki orada bir həmən o obraz ev qızı, saf, onda da mən daxil indikindən uzaq, saf O vaxt çox saf idim Pərvin. saf idim, mən uşaq idim. Heç nə görməmişdim, heç nə yaşamamışdım. Enerjim çox xoşuna gəlmişdi. O da məni oradan kəşf eləmişdi, dəvət eləmişdi. Hətta Qarabağnamədə görsənmədən. Qarabağnamə zaten çəkiləndən bir neçə il sonra çıxdı. Orada çox böyük problemlər yarandı. Deməyim, amma böyük problemlər oldu. Uzadıldı onun montajı, nəsil oluşum. Amma məsələn, mən xatırlayıram, Oğurlanmış Arzularda mən 29 dublə döyülmüşəm. Döyülmüşəm deyəndə anam tərəfindən şillələnmişəm. Mənim yadımdadır ki, mən o qədər qorxmuşdum ki, orada şillələnmə səhnəsidir. Həmən səhnədə mənim dırnağımda lak olmamalıdır. Öncəsində heç nə yoxdur. Həmən o səhnə çəkiləndə qıpqırmızı dırnağımda lak var. Səhərini çəkmişik, indi axşamını çəkirik. Səhərində lak yoxdur, 2 saat sonra qıpqırmızı lak var. İşdən evə gəlmişəm. Yolda harda çəkdim? Yolda harda? Avtobusda laklamadın ki. Davamlılıq var. Anamın məni vurma səhnəsidir ki, it qızı sən hardan gəlirsən bu vaxtı, nə bilim, nə. Mən də əlimi belə tuturam üzümə. O da görsənir, axı, krupla çəkilir. Mən də deyirəm ki, Nəsibə xanım, siz məni real vurun. Qoyun mən o reaksiyanı hiss edeyim də, o ağrını hiss edeyim, ona uyğun səsimin, hər şeyim, iqram ona uyğun olsun. O da birincidir, ay qızım, nə olar, eləməyə, elə bir arvadın ürəyinə dalmışdı, yazıq Nəsibə xanım. Mən də deyirəm, yox, davam elə. Vallahi yadımdadır ki, geniş çəkildi, orta plan çəkildi, yaxın plan çəkildi, 1-2 dubul. İndi yadıma düşüb ki, mənim dırnağımda qırmızı lak var. Mən bunu necə deyim, qorxumdan deyə bilmirəm. Davamlılıq tutan da yadından çıxıb o. Onlar fikir vermirlər, mən görmüşəm. İndi rejissor da o qədər əsəbidir ki, qorxumdan səsimi çıxarda bilmirəm. Rejissor da bilsən nədir? Necə deyəsən? Gözündən ot çıxır da adamın əsəbləşəndə. Dedim, lənət sənə kör şeytan, filmim, serialımız pislənməkdənsə qoy mən döyülüm cəhənnəm. İndi dedim, bir dəqiqə stop eləyə bilərsiniz. Osman bəy, bəs davamlılıq yanlış. Deyir, nə olmuş qızım? Deyirəm, davamlılıqda öncəsində oje yox, lak yoxdur. İndi qırmızı lak var. O da məzələnirsən deyə bilmir. Deyir, qızım, məzəliyor musunuz beni? Məzəliyirsən məni. 20 kadro yaptım. Yakın, geniş. Kızın yüzünden 5 parmak izini yok edin. Yenidən çəkiyoruz. Toxunmasın üzünə, hə. Nəsibə xanım mənə o qədər vurub ki, qadının parmaqları, izi yeri üzümdə qalıb. 5 parmaq yeri üzümdə. Bu da deyir ki, qızın üzündən 5 parmaq izini yox edin, təmizləyin, qrim edin. Təzdən çəkin. Bütün kadrları silin, təzdən çəkirik. Və o səhnə 29 dubl alındı, mənim yadımdadır. Onu tapsaq mütləq qoyacaq. Cavid Təvəkküldən sonra Osman Albayraq, Osman Albayraqdan sonra Kənan Əmən. Kənan Əmən. Nə gözəl. Son zamanlar olmamağın bayaq dediyin seçimlərindir, yoxsa həyatda başına gələnlər, yaşadıqlarındır, ya varmı ümumiyyətlə təkliflər, yenidən qayıdacaqmı, elə bir fikrin varmı? Əgər yenidən əlbəttə mən getməmişəm sənətdən. Mən öz yerimdəyəm. Sadəcə olaraq təkliflər, gələn, yenə dediyim kimi, ssenarilər, ya maliyyə sıxıntısı olur kollektivdə, ya ssenari xoşuma gəlmir, ya nə bilim, nəsə olur xoşuma gəlmir və yaxud da danışırıq, okeylənirik, sonra bir problem çıxır onlarda, alınmır. Mən düşünürəm ki, ümumiyyətlə pandemiyadan sonra Azərbaycanda film sektoru biraz geridə qalıb. Biraz elə bir Çünki pandemiyaya qədər xatırlayırsansa, çox seriallarımız var idi, çox filmlərimiz var, kinoteatrlar hamısı bizim öz filmlərimiz olurdu. İndi çox nadir hallarda gedirsən kinoteatr. İndi ümumiyyətlə kinoteatr mədəniyyəti biraz zəifləyib. Bir ara bizim vaxtımızda yadındadır. 2015-2019 ildə hər gün insanlar kinoteatra gedərdi, hər gün yeni bir filmlərimiz çıxardı. İndi düşünürəm ki, biraz sektor zəifləyib. Amma fikrin var inşallah. Əlbəttə ki, yaxşı təklif olsa gedəcəm, ürəyimcə olsa, əlbəttə niyə də yox, mən işimi sevirəm, mən
bugün əgər Pərvin Abiyevayamsa, sənətimin sayəsindədir. Amma mən düşünürəm, mən hansı sahədə olsaydım, uğur qazanardım. Yəni, bu aktrisalıq deyil də, hər hansısa başqa bir profesiya, sənət olsaydı, mən düşünürəm, mən orada da uğur qazanardım. Möhtəşəm özgüvənlisən. Çox özgüvənliyəm. Özgüvənliyəm və bunun səbəbi var da, arxasını dolduran səbəb var. Yəni, mən hələ xatırlamıram ki, mən nəsə bir iş görmək istəyim və yaxud da nəyisə qol qoyum, o şey uğursuz olsun. Yəni, bu özgüvəni mənə verən amillər var. 100%, 100%. Cəsarət. Sən nə fikirləşsən? Sən nə demək istəyirsən? Təzə film var? Təzə film mütləq ki var. Mənim əlimdə 2-3 dənə ssenarim var. Əslində o günlərim sənə telefonda ətraflı. Mən dedim onu biz bura təkək. Ətraflı danışarıq. Mütləq enerjisini tam öldürməyim deyə. Çünki ora başqa bir sevgi qoymuşam bütün işlərim kimi. İnşallah onu həyata keçirəndə mütləq və mütləq Pərvinlə yenidən gələcəyik göz-gözə. İnşallah. Bir şeylər oynayacağıq. İnşallah. Biz ikimiz də uğurlu olmasa o tandem. Gözəl olmasaq da, belə yaraşıqlı dünya gözəl olmasaq da işığımız var. Nə olub bizə? Yox, doğrudan. Mən həmişə nə deyirəm, mənim gözəlliyim, amma mənim şarmım var. Mən 100 dənə gözəl qızın, dünya gözəli qızın içindən keçsəm, mən bilirəm ki, mən orada seçiləcəm. Gözəlliyimlə yox, o işıq var məndə. Yəni, belə götürəndə Azərbaycanda aktyorluq, aktrisalıq sənəti o qədər də çox belə nəzərə alsaq, Fərda özün də komediyanı çıxmaq şərti ilə, yəni bizdə aktyor, aktrisa çox da belə xatırlayırsınız, belə mənim qədər gündəmdə olan, qalma-qala olan. Var, əlbəttə ki, məndən istedadlı aktrisalarımız var ki, mən onları həmişə deyirəm, çox bacarıqlı, çox istedadlı. Amma o işıq, o ulduz işığı var ki, Allahın verdiyi, bax o işıq. Yəni mən bilmirəm, bəxtdimi o, bəxtsizlikdimi o. Mən ilk qalamdan başladılar artıq məni heç nə ilə yox, geyimimlə, görkəmimlə, nə bilim, yəni hər şey qaldı kənarda və o gün bugün mən görünüşlə müzakirə olunmağa başladım. Xatırlayırsan da Yarım Dünya filminin qalasında, elə Gecə Qonağı filminin qalasında. Yəni bu filmlərin hamısında qalalar olsun, Instagram, bax indi məsələn özünüz görürsünüz də, blogerlərimiz, influencerlərimiz maşallah necə rahatdırlar, gəzirlər, geyinirlər, topikdə geyinə bilirlər, şortikdə geyinə bilirlər. İndi o vaxtı mən də geyinirdim də, amma görürsünüz, o vaxtı bloger, influencer yox idi, mən idim deyənə çox məni topa tuturdular. O vaxtı heç kim cəsarət eləmirdi. Məsələn, indi də mən elə geyinmirəm. Bəli. Çünki yaşım müsaitdir, bədən proporsiyam da ona müsaitdir, amma mənim dünya görüşüm artıq ona müsait deyil. Mən artıq özümü elə görmürəm. Qısa şortikdə, topik köynəkdə mən artıq özümü görmürəm. O vaxt ürəyin elə istirdi, indi ürəyin belə istirdi. O vaxt gənc idim, çılğın idim. Mən düşünürəm 30 yaşa qədər, 28-30 yaşa qədər olar. Amma 30 yaşdan sonra artıq özünü tapmağı bacarmalısan. Məncə də. Yəni 30 yaşımdan sonra da 35 yaşım var indi. Mən 35 yaşımda da 25 yaşımda geyindiyim şeyləri geyinsəm, o vaxtki hərəkətlərimi eləsəm, o aradakı o 10 il var ha. O 10 il mənim bütün yaşanmışlığım, görmüşdüyüm, bütün dünya görüşüm demək ki zibilə gedir. Bəli. Mən həmən beyində qalmışam. Həmən 25 yaşındakı Pərvində qalmışam. Və mən fikirləşmirəm bu tərzdir. Tərz də dəyişilir. Yaş keçdikcə, həyat təcrübəsi artdıqca, dünya gördükcə, insan tanıdıqca. Qətiyyən burada tamaşaçıların təzyiqi yoxdur da. O təzyiqə görə keçdim belə. Yoxdur da qətiyyən. Mən heç vaxt təzyiqə fikir verən olmamışam. Özün də bilirsən. Onu hiss eləmişəm. 22 yaşımdan tanınıram. 30 yaşıma qədər heç vecimi almamışam. Çünki şərhlərin geyinmişəm, gəzmişəm, heç vecimi almamışam. Çünki bilirsiniz, insanlar məni gördü məsəl üçün, şəklimi gördü. Neçə dəqiqə müzakirə eləyəcəklər? Çox, əsas göndərmədir də o göndərmə. Yox, mənim şəklimi gördü, 2 dəqiqə baxdı, nəsə deyəcək, like eləyəcək ya da like eləməyəcək, fırladacaq, sən Fərda gələcəksən lentada, düzdür? Başlayacaq sən müzakirə eləməyə. Yəni, insanların məni müzakirə etməyi mənə nə qədər vacibdir. O mənim tanımadığım adam
Onun üçün mənim onu müzakirə eləməyim nə qədər vacibdir. O bilir mən onu müzakirə edirəm. Sənin üçün vacib olan adam sənin Yox, şəklində dayanıb çünki- sənə xoş sözünü yazan adamdır da. Bəli, Əslində əlbəttə, elədir. mənə xoş, Həlli odur. mənimlə mülayim, mənə xoş üz göstərən adam məndən 1000 qat artığını alacaq. Pis göstərən ya pisini almayacaq, ya da ondan 1000 qatını artığını alacaq. 100%. Yəni mən elə bir insanam ki, mənə necə davrandın, onun 100 qatını sənə geri verərəm. Pis davrandınsa, onu da geri verərəm. İnşallah şükürlər olsun ki, mən sənə yaxşı davranmışam. Amma Səndən də yaxşı davrandınsa, onun 100 qatını sənə geri verərəm. Doğrudan da elə bir insanam. Yəni müzakirələrdir, qeybətlərdir. Yəni öz pokoleniyamda, öz yaşıdlarım arasında, öz sənətimdə xatırlamıram ki, hansısa bir aktrisa mənim qədər qalmaqallı olsun. Xatırlamıram. Və bu qalmaqalları mən yaratmamışam. İstəyərəkdən yaratdığın qalmaqal olur, Xeyr, yoxsa sadəcə elə alınır? Heç bir vaxt. Heç bir vaxt. Mən o qalmaqallardan çox stres çəkmişəm, çox psixoloji travmalar almışam. Mən onu necə bilərək yarada bilərəm? Çünki mən istəməyərəkdən bu qalmaqallar. Zaten biri var ki, mən efirlərə pul verim və yaxud da xahiş edim və yaxud da özümü irəli çəkmək üçün nələrsə edim. Heç vaxt bu cəhdlərim olmayıb. Bəlkə də yeganə adamlardanam ki, heç vaxt deməmişəm məndən yazın, məni çəkin, məni göstərin, məndən danışın. Yəni, Küstüyün anlar olub, bu içimdən bu dəqiqə gəldi, böldüm sözünü, düzdür? Küstüyün, bu ümumiyyətlə, bu qədər gəldiyin yoldan, baxdığın, gördüyün nəticədən küstüyün an olubmu təkliyindəki və yaxud çıxıb getmək, hər şey yenidən sıfırdan tam başqa cür başlamaq, elə bir hiss olub içində. Bu sənətdə ya Ümumiyyətlə, həyatda? əlbəttə ki, yəni səni tanıtdıran sənətindir, tanınmış olmağındır. Bu bir yorucu hala gəlib çıxdığı anı, o anı yaşamısan, yaşamamısan və keçib bəsdir artıq, yəni özün kimi görsənmək üçün darıxmaq var. Ümumiyyətlə, təqdim edə bilmirsən özünü. Yox, özüm kimi görsənmək üçün heç vaxt darıxmamışam, çünki həmişə özüm olmuşam. Və mənim ən böyük problemim də həmişə özüm olmağımdır. Kaş mən də digər bəziləri kimi, hamını deməyim, əstəğfurullah, ki, bildirik ki, oynayanlar da var, əsl simasını göstərməyənlər də var. Bəlkə zamanında mən də onlar kimi davransaydım. Və bilmirəm, fikir vermisənmi, zamanında özünü fərqli göstərən insanlar indi hal-hazırda tamamilə əksini göstərir. Və insanlar bunu hiss edirlər, fərqindədirlər, rəylərində də bunu bildirirlər, fikirlərində də bildirirlər. Bu məndə də keçərlidir. Məsələn, mən özümdə fikir verirəm ki, mənim 25 yaşımda, 28-30 yaşımda olan rəylər artıq tamamilə fərqli rəylərə dönüşüb. Çünki mən geyimimi dəyişdikcə, mən tərzimi dəyişdikcə, bəli, layqlarım azalır, şərhlərim azalır. Çünki insanlara nə lazımdır? Qalmaqal, insanlara lazımdır müzakirə edəcəyi geyim, müzakirə edəcəyi görünüş, hər hansı bir make-up və yaxud da geyim tərzi. Yəni, və yaxud da onun həyatında baş vermiş bir qalmaqal. Məsələn, mənim həyatımda bugün böyük bir qalmaqal olsun, bütün Bakı məndən danışsın. Mən bir şəkil paylaşan kimi mənim orada 60 min layqım olacaq. Danışmasan belə hamı səni danışdıracaq. Amma məsələn, indi gedib baxsaz, mən normal geyinirəm, çox nadir hallarda şəkil paylaşıram, çox nadir hallarda paylaşımlar edirəm ümumiyyətlə. Sosial mediadan çox az istifadə edirəm. Amma görürsünüz, layqlar nə qədərdir? Maksimum 7000 var. Darıxırsan o layqlar üçün? Yox, layqlar üçün darıxmıram. Çünki o zaman ki, artıq mən öz yerimi, belə deyim də, məndən sonra gələnlərə vermişəm. İndi maşallah, blogerlərimiz var, influencerlərimiz var, tanınmış ailə blogerlər var. Sən TV-dən, televiziyadan gəlmiş, serialdan, filmlərdən tanınan Pərvinizə. Necə yeri verə bilərsən? Onlar da bizimkilərdir, onlar da aktivdirlər. Mən Instagram, sosial media yerini vermişəm onlara. Mən bax, sənə bir söz deyim. Sən bu dəqiqə başlasan, yenə də həmən Pərvinizə. Mən zamanında, bax, indi maşallah, Allah sağlıqlarına qismət eləsin. Maşallah, görürsən blogerlərimiz necə əziyyət çəkirlər, pul qazanırlar və necə gözəl nailiyyətləri var, özləri üçün, ailələri üçün. Hamısının şəraiti var. Maşallah olsun, evləri var, maşınları var və onlar bunun hamısını bu sənətdə, bu blogerliklə eləyir, qazanırlar da, bilirsiniz. Reklamla, paylaşım etməklə
zamanında mən bu işlə məşğul idim. O vaxtı bloger yox idi, influencer yox idi. O vaxtı məşhur müğənnilərə paylaşım elətdirirdilər, reklam elətdirirdilər, xatırlayırsınız da. O vaxtı belə idi. O vaxtı da ən məşhur Instagram səhifəsi, bilmirəm, baxsaz indi aşağılara 2-3 il öncəki mənim şəkillərimə baxsaz 60 min, 70 min, 80 min layqlarım var. İndiki blogerlərdə necədirsə, o vaxt məndə elədi. Və o vaxtı mən niyəsə o şey var ya, o qaralama, mən həmişə həm çox sevilmişəm, həm çox maraqlı olmuşam, həm də çox qaralanmışam. O vaxtı mənə deyəndə ki, bu qədər pulu hardan deyirdim, ay uşaqlar, bəs mən açılışlara gedirəm, mən simayam, mən bu qədər reklamlar edirəm, bu qədər çalışıram, filmlərdə, seriallarda oynayıram və mən inandıra bilmirdim ki, ay uşaqlar, mən bunu doğrudan da öz zəhmətimlə eləyirəm. İndi amma gör, məsələn, hansısa o blogerlərin birinə pis bir rəy yazılır. Yox, məncə yox. Çünki insanlar yavaş-yavaş bunu qəbul edirlər, yeməyə başlayır. Amma o zamanlar təzə-təzə idi, Instagram, o, bu, qəbul edə bilmirdilər. Düzdür. Dolanışığın bəsində nədəndir? Çünki serial, film aktrisanın əsas gəlir mənbəyidir. Fərdə, gəl mən sənə belə bir söz deyim də. Sadəcə maraqlı cavab verməyə də bilərsən. Mən özümü ümumiyyətlə həmişə, mən o vaxtı da, mən məsələn, o vaxtı kredit girirdim, ev alırdım, nəsə yatırım eləyirdim. Anam indi mənə deyir ki, qızım deyir, sən gör necə ağıllı uşaq olmusan. Deyirəm, niyə? Deyir, o vaxt sən deyir, bu kreditə, bu evi ipotekaya girəndə mən sənə dedim, qızım, niyə özünə belə əziyyət verirsən? Əziyyətə salırsan. Niyə naqruskaya salırsan? Bəlkə eləməyəsən. Deyirdim ki, yox mama. Mən onsuz da bu 1000 manatı və yaxud da 1500 manatı və yaxud da bu iki fərqi nədir? İndi aylıq bir ödəmə eləyirsən də. Mən bunu onsuz da ya paltara verəcəm, ya ayaqqabı, nəyisə verəcəm də. Amma mən bilirəm ki, bu mənim dar günümün, dar günü pis sözdür, yaxşı söz deyil. Gələcəkdə lazım olan bir günümə. Yatırımdır da. Mən bilmirəm sabah başıma nə gələcək, necə olacaq. Məhz həmişə irəlini çox fikirləşmişəm. Həmişə irəlini düşünərəkdən yatırımlarım olub, pul yığmağı sevən olmuşam. İndi özümün bəlirli gəlirlərim də var. Tək olsun. Amma mən sənə deyim ki, əsasən o vaxtında, zamanında qazanclarımı düzgün yatırıma etdiyimə görə. Və bugün məsələn, bundan utanmıram, çəkinmirəm, heç bir utanç hissi keçirtmirəm. İnsanın hamımızın pis günü də olar, yaxşı günü də olar. Məsələn, olanda, bəzən çətin bir günüm olanda, hansısa bir zinət əşyamı məsələn satanda, mən ondan heyfslənmirəm. Mən deyirəm, nə yaxşı mən bunu zamanında eləmişəm ki, o bugün mənim əlimdən tutur. Özünündür. Nə yaxşı ki, mən bunu o zaman gedib, məsələn, 200 minlik maşın alıb kreditinə girmədim. Məsələn, bunu elədim, bu qızılı aldım və yaxud da bu yatırımı elədim. Mən indi onu pula çevirib istifadə edə bilirəm. Başa düşürsən? Yəni bu sualı, növbəti sual deyəndə ki, elə söhbətin axarında gedir bu sual və əminəm ki, çox əsas izləyicilərin marağında olan sualdır ki, bu qədər ayaq üstə dayanan xanım, tək və körpəliyindən də danışdın o sevgi məsələləri ki, biraz daha az yaşamısan onu. Ailə həyatı ümumiyyətlə bir xanım üçün çox vacib deyim, özün həyatında onu vacib görürsənmi, elə bir planların varmı ki, bu ən çox, sonra məni qınayarlar ki, Fərda niyə bu suala toxunmadı ki, Pərvin görəsən ailəlidir, yoxsa ümumiyyətlə ailə həyatı necə gedir? Mən ailəli deyiləm, çox gecikmişəm bunu düşünmək üçün. Əslində, hər zaman istəmişəm, sadəcə mən həyatda partnyor kimi, belə deyim də, əks cins tərəfdən həmişə yanlış seçimlər edən bir insan olmuşam deyə düşünürəm. Çünki bir neçə dəfə məhz bunu istəyib də bu yola girmişəm. Məhz buna aldanıb da bu yola girmişəm. Ailə, hisslərində yanılmışsan. Bəli, düşünmüşəm ki, bu səfər odur. Bu səfər artıq odur. Bir dəfə, iki dəfə yanıldıqca amma istəyirəm, əlbəttə, niyə istəmirəm? Uşaq da istəyirəm, ən çox uşaq istəyirəm. Ailə də istəyirəm, kim istəməz ki, hansı qadın? Əgər istəmirsə o qadın, ailə, uşaq, onda deməli nəsə düz deyil o insandır. Allah səni xoşbəxt eləsin. Xoşbəxt olsun. Səni və ekrandan bizi izləyən nə qədər ailə həyatı qurmaq üçün arzuları olan xanımlar varsa, Allah hər birinizi xoşbəxt eləsin inşallah. Bəs 5 il sonra, məsəl üçün, ən azı 5 il sonra, ümumiyyətlə, özünə hədəf qoymusanmı ki,
keçmiş olsun bir daha deyirəm o səhhətində baş verən proseslər ki, səni bir də ayıldın ki, 3 ilin gedib, amma həyat davam edir və həmin Pərvin sən nə vaxt O 3 il qayıtsan. izolyasiya dövrüydü və müalicə dövrüydü. Hə, ümumiyyətlə, növbəti illər üçün, ən azı bir 5 il üçün bir hədəfim varmı ki, səni izləyənlər bir oyanış mərhələsinə keçsinlər ki, Pərvin qayıdır. Nədir hədəfin, harada görürsən özünü? Fərda, çox hədəflərim var və Pərvin çox dəyişilir. Baxın, insan xasiyyəti heç vaxt dəyişməz. İnsan 7-sində nədirsə, 70-də də olur. Mən buna inanıram. İnsanın xarakteri Vəziyyətə heç görə vaxt ola bilər, dəyişə bilməz. adaptasiya olsun. İnsanın yaşam tərzi dəyişə bilər, əhatəsindəki mühitə görə insan formalaşa bilər, içindəkidir. Amma mən öz üzərimdə çox işləməyi, çox dəyişikliklər eləməyi düşünürəm. Ki, zaten bunu eləyirəm, uzun müddətli buna doğru gedirəm, hər tərəfli çox dəyişdiyimi düşünürəm və bir neçə planlarım var özümlə bağlı. Mən olduğum yerdə qalmağı sevən insan deyiləm. Məncə 3 də elə. ildir qalmışam, amma bunun da bayaq sadaladığım səbəbləri var idi. Amma mən 5 il sonrasına çox böyük yerlərdə özümü görürəm. Böyük danışmaq olmasın, qabaqcadan demək kimi çıxmasın, heç kim sabahın nə olacağını bilmir, Allah deyən olsun. Allahın məni çox sevdiyini bilirəm. Nə gözəl. Həmişə bunu hiss edirəm. Heç vaxt məni darda qoymub, heç vaxt. Və 5 il sonrasında da mən özümü çox yüksək yerlərdə görürəm. Bir biznes xanımı kimi görürəm. Bir dünyada tanınan bir insan kimi görürəm ki, maşallah, balaca bir ölkənin vətəndaşı olmağımıza baxmayaraq, ki, ölkəmiz balaca da olsa, maşallah özünüz görürsünüz son illərdə nə edir. Maşallah. Biz də elə azdan çoxdan Türkiyəyə getmişik, orada filmlər işləmişik, elə sən özün də, mən özüm də. Azdan çoxdan Türkiyədən, İrandan, Rusiyadan, var da indi çox da olmasa az da öz yerlilərimiz və yaxud da xaricilər olsun. İndi elə bir dövrdə yaşayırıq, sosial media dövründə yaşayırıq. Yəni Instagram, TikTok, nəsə paylaşırsan onsuz da bütün, bir də görürsən düşür aktivə, hamı görür, hamı şey edir. Yəni azdan çoxdan tanınırıq, amma mən bunu daha böyük eləmək istəyirəm, daha geniş miqyasda eləmək istəyirəm. Belə bir söz var, çox axır vaxtlar yayılıb, coğrafiya qədərdir. Yəni, məsəl üçün, illərdir, bəylərin coğrafiya qədərdir deyirlər də, yəni talehindir coğrafiya. Bəli, razıyam. Bu çox dəbdədə, axır vaxtlarda çox yayılır. Məsəl üçün, indiyə qədər yaşı bəlkə də 60-a yaxınlaşıb Monika Bellucci var. Mənim özümdə. Mənim idealım. Hə, çox. Yəni, Monika Bellucci'dən daha gözəl deyilmi bizim Yox, Pərvin? elə demə, yox. Yox, ola bilər, yox. Mən bəylərin baxış açısından deyirəm, yəni. Amma coğrafiya qədərdir məsələsi var. Qoyun şəkillərini yan-bayan müzakirə eləyin. Sadəcə bizimkidir deyənə ola bilər. Tərz, görünüş barədə oxşadırlar. Tərzdə, görünüşdə. Bəzən deyirlər tərz olaraq görünüş. İtalyandır da. O, İtalyandır, bəli. Yəni, İtalyan, Bellucci'dən tutdum mən onu. Heç bilmirəm, o qədər gözəldir baxdı ki, haralı olur olsun. Mənim üçün haralı olur olsun, bir-iki dövlət çıxmaq şərti ilə, amma doğrudan da sən, yəni, bayaq dediyin şanslısan. Şansın... Və o şanslarımdan istifadə eləməyə mükəmməl bacarıram. Və oynamaq istədiyin, sənə misal üçün, hansı şansın daha aktiv olmağını istəyərsən, həyatda yoxsa səhnədə? Bir-iki şansın olsa, üçünü də həyatın üçün mü seçərsən? Yox, mən səhnədə şansa ehtiyac duymuram. Çünki səhnədə mən fikirləşirəm ki, mən Azərbaycan çərçivəsində deyim də, dünya o qədər də böyük danışmayaq. Azərbaycan çərçivəsində bilirəm ki, mən 10 ildə içsəm, 10 il sonra mən istənilən an təzədən səhnələrə qayıda bilərəm, efirlərə qayıda bilərəm. Mən şansımı ancaq şəxsi həyatımda, ümumiyyətlə həyatda istəyərdim. Yəni, həyat daha vacibdir səhnədən. Səhnə, işıqlar bitdi, qapandı, getdi. Amma səhnədə zaten mən düşünmürəm ki, mənim şansa ehtiyacım var. Mənim 10 ildə görsənməsəm, 10 ildə efirlərdə olmasam, bir cümlə kifayət edər ki, mən təzədən səhnəyə də qayıdım, efirlərə də qayıdım, verilişlərə də qayıdım, proqramlara. Yəni, bu mənim üçün çox rahat. İnsan əsas həyatda şansı gətirməlidir. Pərvinlə axırıncı dəfədə elə stand-upda yaman zarafat daşmışdıq. Düzdür, zarafat zalda tutdu, Pərvini tutmadı, Pərvin mənə. Amma Pərvinin zarafatı elə tutdu orada. Hə, tutdu. Yox, zarafat səni tutdu, amma
Zalda zarafatı tutdu. Mən də Ali- səni tutdum. bu da məni tutdu. Ay yığıram pərdilə Pərvin getdi. Ha, eybi yox. Sən ki mənə Yox, bunu qurtardı, sonra getdi. Hə, qurtardı. Bitdi, sonra getdi. Yadımdadır. Yığdım necə Yəni sən? mənim, mənim bəxtimdən idi. Onsuz da mən hara getdim, orada ilk deyirəm o işıq, ulduz işığı. olmalıdır da. Gəldim təzə oturmuşam ki, Fərdə stand-up eləyir, cəmaatla ha-ha-hi-hi ilişdi mənə. Məni gördü. Bir dənə məni gördü. Dedim, eşidən Allah razı olsun. Biz səninlə bu sonra danışarıq. Orada olan əksəriyyət səninlə danışmaq istəyirdi, yəni. O, yəni səhnədə olan adamın işi odur. Gərək analiz eləsin ki, bu dəqiqə məndən əlavə aşağıda oturan qonaqlar sırasında kim var? Hamı kimdən danışmağımı istəyər? Sən o qədər vacib bir aktrisasan, yəni. Vacib bir adamsan, yəni. Hər zaman formadasan. Yəni bir bəy olaraq deyim ki, hər zaman formadasan və illər keçəndən sonra deyirlər o filan kəs yaşlandı, yox hətta əvvəlki deyil, yox. Nə zaman baxırsansa Pərvindir. Mən hətta yeniləməm üçün gecə qonağına baxdım. İndi daha qəşəngsən nəinki o vaxt. Çox maraqlı bir şeydir. Bu çox maraqlı bir şeydir. Ümumiyyətlə mən düşünürəm qadın yaşlaşdıqca gözəlləşir. Olğunlaşdıqca, yaşa dolduqca. Onun danışığı da onun gözəlliyinə təsir eləyir, hərəkəti də. Yəni mən bir neçə ay bundan qabaq boş bir vaxtım oldu. Oturdum sadəcə YouTube-da keçmiş verilişlərimə baxdım. Mən özümdən utandım. Hə. İnşallah bu veriliş səni utandırmaz. Nəyə utandım mən sizə deyim. Mən çox səmimisən, yəni çox çılğın hərəkətlər, çox çılğın danışıqlar, səbirsiz, tez-tez danışmaqlar, çox gülməklər məsələn, çox şeylər var. Dedim, ay Allah, indiki Pərvinlə o vaxt ki 25-24 yaşındakı Pərvin arasında çox dağlar qədər fərq var. Hər şeydə fərq var. O şeylər də məncə təsir eləyir. Səncə o zaman elədikləri və vəziyyətə uyğun olaraq sadəcə tamaşaçı xoş getsin deyə eləmişdin? Yox, indi bəyənmədikləri? Yox, mən həmişə özüm olmuşam. O da elə içindən gəldi. Bayaq dedim sənə Fərda, mən hər zaman özüm, mən necə hiss eləmişəmsə, həmişə elə davranmışam. Mən o zamanlar çılğın olmuşam, gənc olmuşam. Bax, məsələn, ilk sualında dedin səni kim dəstəklədi, necə gəldin sənətə, kim dedi ki, get qızım, get və ya getmə. Məsələn, mən heç kim dəstəkləməyib və yaxud da mane olmayıb və yaxud da mən heç kimdən icazə almamışam. Deməmişəm mənə icazə verirsiniz ya yox, mən bu filmə çəkilə bilərəm ya yox. Yox, mən sadəcə olaraq kəşf olundum, okey verdim. İcazən özündən olub yoxsa? İcazə almadım. Gəldim, dedim ki, mən aktris olacağım, hazırlaşın sadəcə. Bilin. Qəbul elədilər mi? Qəbul elədilər deyəndə ki, mənim atam o qədər mələk kimi bir adamdır ki, ağzı var, dili yox, ona deyirlər də. Yəni, mən... Allah ömür versin, həyatdadır da, yaşayır. Həyatdadır, Allah hamının atasını, anasının canı sağ eləsin. Allah bütün valideynləri qorusun. Bu dünyadan olan adam deyil elə bir. O qədər mərhəmətli, o qədər sakit, o qədər bizi sevən. Yəni, mən atamdan heç vaxt sərtlik görməmişəm. Bəlkə də onun doğurduğu şeydir ki, mən çox... Düzdür, atama da çox görməmişəm. Necə görməmişəm? Nə yalan deyim. Mənim atam, mən 1-ci sinifdə oxuyanda Rusiyaya gedib, mən 7-ci, 8-ci sinifdə olanda qayıdıb. Hə, yəni uşaqlıq illərində. Ondan sonraki periodda da bir ayrılıq yaşanıb anamla. Biz anamla yaşamışıq, atam ayrı, amma yəni nə anamın elə bir sərt, pis bir xasiyyəti yoxdur ki, anam da maşallah mələk kimi qadın. Yəni mənim anam heç vaxt bizə deməyib ki, qışqırmayıb, sərt danışmayıb, niyə belə geyindin? Mənim anam deyir ki, əgər sən bunu giyinmək istəyirsənsə, sən çıxıb evdən, blokda onu dəyişib gedəcəksən. Hə, yəni artıq bilir nə var, nə yox. Ən yaxşısı sən mənim yanımda onu mən görüm. Məsələn, mənim anam heç vaxt zəng edib deməz ki, hardasan, niyə gec gəldin, niyə gəlmirsən, gələcəksənmi? Mənim anam sadəcə yazar və yaxud da zəng eləyər, deyər, qızım, yaxşısan? Bir kəlmə bunu deyər. Mən deyərəm ki, hə, mama, yaxşıyam, çox şükür. Hə, çox şükür, qızım. Bir kəlmə bunu yazar. Yəni, mənim baxmayaraq ki, ana tərəfimdə də, ata tərəfimdə də qohumlarım əslində sərtdirlər. Ata tərəf qohumum daha sərtdir. Öncəsindən sənə yol
açdılar? Yəni xeyir dua ilə yol açmaq. Bir də sonra qəbullanmaq Elə prosesi var. ona gətirirəm ki, nə atam, nə anam mənə qadağa qoymadı. Amma uzun illər rayonlarda olan dayılarım, əmilərim bir neçə il məni televizorda görəndə kanalı dəyişirlərmiş. Sonradan gəldim. Təzə-təzə kanalı dəyişirlərmiş. Artıq bir neçə il keçəndən sonra yavaş-yavaş özləri də yaşlaşdıqca, məni ekranda görməyə öyrəşdikcə artıq başlayırdılar zəng eləməyə ki, qızım bu serialın nə vaxt çıxacaq? Bu filmin nə vaxt çıxacaq bizdə? Sən nə vaxt televizorda göstərəcəklər, bizdə bax. Qəbul mərhələsinə keçiblər. Qəbul. Yəni belə, yəni ona görə məndə yəni heç vaxt qadağalar olmuyor. Bilmirəm. Bəlkə də ondan irəli gəlir ki, mən həmişə rahat özümü hiss eləmişəm. Heç vaxt artistlik eləməyə məcburiyyətində qalmamışam. Heç vaxt yalan danışmaq məcburiyyətində özümü hiss eləmirəm. Çünki mən əvvəldən ailəmə yalan danışmıram. Ailəm mənə o şəraiti yaratmayıb ki, mən deyim ki, mama mən gedirəm rəfiqəmgilə. Mən evdən o adından çıxım, başqa yerə gedim. Və yaxud da mən deyim, mən indi giyinirəm yubka, uzun yubka. Sumkama şortik atım, blokda onu dəyişim, şortiklə çıxım gedim. Yəni, çox şükür ki, mənim ailəm mənə bu şəraiti yaratmayıb. Nə anam, nə atam heç vaxt bizi sıxmayıblar, sərt davranmayıblar, heç nə də sıxmayıblar. Səndən fəxr eləyirəm, sözünü eşitmisən doğmalarında. Eşitmişəm. Nə gözəl. Eşitmişəm, çox eşitmişəm. Əvvəl eşitmirdim, amma sonralar eşitdim. Çünki onlar da başa düşdülər ki, mən familiyamızı brendləşdirdim. Şükürlər olsun. Hə. Çoxsu qəbul elə. Bu brendi mən başqa yerlərə də daşımaq istəyirəm. Əvvəllər Abiyeva deyilən bir insan yox idi ki, Pərvin Abiyevaya qədər. Bilirsiniz, nəsə səhnələrdə tanıdığımız Abiyeva var idi başqa? Yox. Bildiyiniz qədər. Yox da, bir dənə mənəm də Abiyeva. Yoxdur. Yəni ondan məhz mən yola çıxaraq deyirəm ki, mən familiyamızı markalaşdırdım. Bəlkə də ola bilər gənclik yaşlarımda səhvlərim olub, bəlkə də yenə dediyim kimi o geyimdi, bizi böyüdən səhvlərdir də onlar, əlbəttə ki. O şıltaqlıq, çılğınlıqdır ki, o efirdə də, hər yerdə də rahat özümü oynamaq bəlkə də oynamalıydım, bəlkə də. Amma peşman deyiləm. Yəni, yavaş-yavaş böyüdükcə, onlar da mən böyüdüyümü gördükcə, nə bilim, bilmirəm, gözləri öyrəşdikcə, bəlkə də olmamalıydım o vaxt o qədər çılğın, rahat oldum. Oldu da, uşaq olmuşam, bilməmişəm. Məncə də insan yaşadıqlarından peşman olmamalıdır. Amma indiki illər də artıq son 6-7 ildir, 6-7 il deyək də ki, mən görürəm ki, doğrudan da onlar bundan narahat deyirlər, onlar bundan utanmırlar. Utandığı məqamlar da olurdu. O vaxtlar axı Instagram təzə idi. Axı bir də o qohumların təzyiqi, qonşular falan. Avtomatik. Kim nə deyər? Ayda cəmaət görürsən, cəmaət nə danışır? Atam da Aran zonasındandır. O tərəflər də dəhşətdir də, yəni. Oralar daha sərtdir mən bildiyim qədərilə. Səlyan, Ali Bayramlı zonası. Onlar daha sərtdir. O vaxtda çox təzyiqlər olurdu qohumlardan, qonşulardan, eşidirdim. Amma məncə yavaş-yavaş artıq sənətdə olan insanları qəbul edirlər. Ana tərəfimdə də olub, dayılarıma da olub, problem yaranıb. Amma insanlar yavaş-yavaş get-gedə bunu anlamağa başlayırlar. Və sən də getdikcə özünü tapdıqca, uğur qazandıqca başlayıblar səni alqışlamaq ki, Pərvin bizimdir. Bəli, bizim qızdır. Əsas odur ki, mən bunu elədim. Yəni, axıra qədər biri var ki, əvvəldən axıra qədər o fikirləri dəyişməsin sənət adamına qarşı. Mən indi bunu belə dəyərləndirirəm də, mən sənət adamıyam deyənə, incə sənət adamıyam deyənə, onlar bunu anlamayıblar. Bəli, bəli. Amma yavaş-yavaş özlərinin içindən də bir sənətçi çıxdıqca yavaş-yavaş bunu qəbul eləməyə başlayıblar. Bəli, bəli. Artıq onların fəxrinə çevrilmişsən, bayaq da dediyin kimi. Xüsusi bir rasionun varmı formada qalmaq üçün? Bayaq dedin səhhətin falan, amma əminəm ki, sənin bir o 100% xanımların daha çox maraq dairəsində olur. Necə olur? İnsan necə formada qala bilər? Yaş, biraz, hər yaşın görürsən ki, nə bilim, nəfsi başqadır, yeyintisi başqadır. İstər-istəməz evdə oturursan, hal-hazırda səhnədə də uzaqlaşmısan. Oturduqca bir, nə bilim, stressdən mi deyim, bir filmə baxırsan, bir şey atışdırırsan. Yəni, sənin xüsusi bir, elə bir şeyin varmı? Sən de biz burada listə olaraq vüsal yazsın, hamıdan əməl eləsin. İnsan var ki, stressə düşəndə, problemi olanda, bir depressiya düşəndə yeyir.
Məsələn, mən kiçik bir stresim olsun, mən yeməkdən kəsilirəm. Ümumiyyətlə, mən yemək sevən adam deyiləm. Xəmir xörəkləri olsun, şirniyyat olsun, çörəyin içi, məsələn, mən çörək yeyəndə ancaq çörəyin qabığını yeyirəm. Altının üstünün dərisini soyuram, o dərisini yeyirəm. Bəzən bir də görürsünüz, gün içində mənim yemək yadımdan çıxır, unuduram. Hətta elə. Hə, yəni dünən idi, sıra günüdür. Mən acı olmuşam. Mənim yemək yeməmişəm bütün günü. Başım o qədər qarışıq olub ki, yadımdan çıxıb mən acam, evə gəldim, halım pisləşdi, üşütmə tutdu məni. Ürəyim bulandı. Uzandım, pis hiss elədim. Mənə dedilər ki, sən bugün yemək yemirsən, deyirəm, yox, deyirlər, yemək ye, düzələcəksən. Deyirəm, axı, ac deyiləm. Deyirlər, nə yeyimsən, deyirəm, heç nə. Sən də əvvəlindən olmayıb da yemək. Yemək yemədiyimi unuduram və o gün hiss elədim ki, mən yemək yedim, istilənməyə başladım. Doğrudan da evin içində giyindiyim o qalın tutuq. Bədən başladı özünə gəlməyə. Hə, yəni yeməyi bəzən unuduram. Ümumiyyətlə, yeməyi sevmirəm. Yəni, elə bir xüsusi bir formulun yoxdur ki? Var idi. Son 3 ildə, düzdür, idman etməyi azaltmışam, amma 3 ilə qədər mən individual hər həftənin 3 günü mütləq şəkildə məşqlərimi eləyirdim. Hər həftənin 3 günü, hər gün 3 saat məşq eləyirdim. 3 saat hər gün? Mən axşam saat 8-9 girirdim zala, axşam 11-də çıxırdım. Ayda, nə gözəl. Və bütün bədən üzvlərini işləyirdim və idmanı çox sevirəm. Düzdür, son illərdə biraz sağlamlıq falan. Onunla belə yenə də çalışıram, kilom artmasın. Məsələn, məndə biraz çəki artan ki, mən özümü narahat hiss edirəm. Narahat istəyirsən. Heç bir geyimi özümə yaraşdırmıram. Yəni, elə bir şey, oje psixoloji. Tamaşasından olur və özün də özünü görməyə alışdığın bir gözün var axı. Bir də ki, belə deyim də, Fərda, qadın əgər özü üçün bəzənmirsə, özü üçün özünə baxmırsa, kişi üçün özünə qulluq edirsə, o qadın normal deyil. Hətta. Normal deyil. Qadın özünü sevməlidir, özü üçün bəzənməlidir, özü üçün özünə baxmalıdır, formada qalmalıdır, idmanı olsun, gözəlliyi olsun, hər şeyi ilə. Nə gözəl, sən özünü çox gözəl sevməyi bacarırsan. Mən özümü sevirəm və mən hər zaman, məsələn, mən özümdə bir neçə gün gördüm ki, məndə nəsə özümə baxmıram və yaxud da geyim üstümdə oturmaq xoşuma gəlmir, həmən özümün üzərimə düşürəm. İdmanla, nə bilim, məsələn, mən saçıma çox qulluq eləyənəm, mən bədənimə çox qulluq eləyənəm. Yəni, sevirəm. Özün özünü danladığın, nə üstündə özünə çox danlamısan? Gün ərzində özümü o qədər danlayıram, nəsə səhv eləyəndə özümü o qədər danlayıram, ağılsız, düz eləmədin, tupoy, hətta bura qədər deyirəm, niyə bunu belə elədin? Özümü o qədər kritik eləyirəm ki, özümlə o qədər mübarizə eləyirəm ki, belə eləməliydin, belə elədin, elə eləməliydin, elə elədin. İçimdə özümlə çox danışıram, bəlkə də bu yaxşı bir şeydir, pis bir şeydir, bilmirəm. Amma mənə görə yaxşı bir şeydir ki, mən özümdəki səhvləri düzəldirəm. Sonra bir dənə sıfır açırsan, barışırsınız. Hə, yeyib içib barışırıq. Gəl oturaq, yaxşı ya, küsmədən, gəl varacaq. Ən çox yadında qalan hər hansı bir xatirə, ümumiyyətlə, 5 il bundan öncə yanında olanlar, yəni populyar vaxtından söhbət gedir də, daha çox gündəmdə. Yenə də, yəni sənin adın bir böyük səslənir və sən onu haqq etmirsən deyə bugün buradasan və bu cür gözəl söhbət eləyirik. Amma 5 il o hayküylü Pərvinin yanında olanlar çoxsu yoxdur. Bu boşluqdan sonra deyirlər. Mən belə deyim də sənə, bunun səbəbkarı mənəm. Mən onları uzaqlaşdırmışam. Mən əvvəl tək qalmağı sevmirdim, tək qala bilmirdim, tək qalmaqdan qorxurdum. O bir söz var, deyir, tək qalmamaq üçün hər gördüyümə inandım. 5 il bundan qabaq o qədər adam var idi ki, ətrafımda sırf tək qalmamaq üçün qız, qadın, hər sahədən adam var idi yanımda. Çox idi, onu deyirəm. Onun səbəbi bilirsən nə idi, Fərda? O dönəmlərdə qardaşım xaricdə təhsil alırdı, bacım ailəli idi, rayonda yaşayırdı, anam xaricdə yaşayırdı. Yəni, tək idim də, mən o boyda evdə tək yaşayırdım. Gənc idim, çılğın idim, tək qalmaq istəmirdim, evdə oturmaq istəmirdim. Olurdu ki, mən gəlirdim, gecə saat 2-də evə gəlirdim. Baxırdım saata, deyirdim ki, saat 2-dir. Mən evə qalxıb neyniyəcəm? Qoy biraz da oturum maşında, vaxt keçsin. Maşında otururdum, nə bilim, iqra oynayırdım, muzikaya qulaq asırdım, söhbət edirdim, Instagramda fırlanırdım ki, mən evə qalxmayım. Evə qalxıb tək sıxılırdım. Qalxırdım evə, ancaq yuxum gəlirdi. Yatırdım, səhər dururdum, çıxırdım evdən. Yəni, ona görə ətrafımda o qədər olur-olmaz insanlar var idi. Və
bu həm yaşın verdiyi bir şeydir ki, məsələn, yaş artdıqca yavaş-yavaş böyüdükcə, məsələn, o yanımda olan bir insan, məsələn, əvvəllər onun bir hansısa çatışmayan cəhəti gözümə batmırdı. Amma böyüdükcə özümə suallar verdikcə, özümü tapdıqca, artıq evdə özümlə tək vaxt keçirməyi bacardıqca O kadrlar açıldı mən gördüm gözündə. ki, mən evdə qala bilirəm. Mən tək özümdən xoşbəxtəm. Daha maraqlıdır belə. Mən hətta özümlə tək qalanda daha rahat və xoşbəxtəmmiş. Ailəm məsələn yavaş-yavaş başıma toplandı. Bacım, qardaşım, anam, atam. Mən onlarla daha çox vaxt keçirməyə başladım və mən başa düşdüm ki, elə bunlar mənə lazımdır. Mənə bu lazımdır. Hətta. Onlar, bu ətrafımda olan insanlar bütün sirlərimi bilir. Düzdür, mənim heç vaxt sirrim olmuyor. Mən elə bir insan olmuşam ki, hər zaman rahat olmuşam. Sirsiz bir insan olmuşam. Mən demək, bugün biraz çox mən oldu. Yox. Yəni, zaten səndən danışırıq. Sənin hekayələrini bölüşürük. Amma yaxşı ki də belə oldu. İndi o insanların çoxsu mənim yanımda deyil. Yəni, sənin böyüdüyün üçünmü yanında deyirlər, yoxsa ələkdən keçmədilər? Məsələn, əvvəl o insanların hansısa bir minusunu görmürdümsə, artıq yavaş-yavaş görməyə başladım. Sonra düşünürdüm, bu adam mənə lazımdırmı? Yox. Bir dəfə elədi səhv. Okey. 2 dəfə elədi səhv. Üçüncünü oturub gözləyirəm. Üçüncü oldu, sağ ol, mənə yaxın durma. Pərvinlə dost olmaq üçün hansı xüsusiyyətlər olmalıdır qarşı tərəfin? Qoyurlar, yəqin ki, baxacaqlar 100%. Onlar yəni, səni incidən, səni küstürən kim varsa baxacaq. Bu görsünlər özlərində çatışmayan nə olubdur, yəni. Əlbət ki, belə bir insanlar da var. Xəyanətdən qorxmayan, vecsiz, əşi, cəhən elədikcə. Mən elə deyiləm. Mən o qədər emosional insanam ki, o qədər həssas. İndi sizin kənardan gördüyünüz başqadır da, həmişə okey, çılğın görmüsünüz məni, gülərüz, danışan, gülən, xaxakiki görmüsünüz, amma heç vaxt mənim pis günümü görməmisiniz də, ağlayım, pis olum. Yox. O şeyimi görməmisiniz. Amma əslində o qədər həssas insanam və xəyanətə qarşı o qədər dözümsüzəm ki, çox dözümsüzəm. Etmirəm, edəni də bağışlayıram, amma içimdə bağışlayıram. Məsafə qoyursun. Yox. Bax, çox böyük bir minusdur bu məndə. Bağışlayıram, məsafə də qoymuram, amma ömür boyu onu unutmuram. O adam gözümün önündə olduğu müddətcə, mən ona baxdıqca həmişə onu xatırlayıram. Yavaş-yavaş o şey məni ondan uzaqlaşdırır. Yavaş-yavaş. Görə soyuyursan da. O qədər böyük bir şeyi sənə bağışlaya bilərəm ki, bir müddət sonra ən xırda bir səhvində səni bağışlamaya bilərəm. Uzaqlaşa bilərəm ömürlük. Ən xırda detal, yəni o iynənin ucu boyda bir səhv deyil bəlkə də, amma mən ondan qıcıqlanıb səndən uzaqlaşa bilərəm. Yəni mən dostluqda çox sadiqəm, çox səmimiyəm, canımı verərəm. Ümumiyyətlə, çox istədiyim insanlar üçün canımı həmən çıxardıb ortaya qoyaram. Və onun da qarşılığında sadəcə xəyanət istəmirəm. Xəyanət istəmirəm. Onlar artıq yəqin ki, bildilər söhbət nədən gedir. Çünki hekayələri sizlər yaşamısınız. Yəqin ki, onlar hiss elədilər söhbət hansı hekayələrdən gedir. Fərdə. Amma istəyərdinmi, yəni heç bir şey baş verməsin, sən böyüsən belə, yenə də onlar ətrafında olsunlar. Fərdə, mən bilirdim o insanlar mənim ətrafımda bir gün olmayacaqlar. Olmayacaq, bilirdin. Niyə bilirsən? Çünki onlar bugünün dostları idi, bugünün əyləncə, bugün dostları idi. Vaxt keçirdin, tək qalmadın. İndi var, əlbəttə o günlərdən mənim hələ də rəfiqələrim var. Var, yəni yanında olanlar. Hamısı yox, təbii ki, hamısını demədim ki, uzaqlaşdırdım. Ələkdən keçirtdim. Məsələn, 10 illik, 15 illik rəfiqəmi uzaqlaşdırdım. Yəni var da, var. Elə rəfiqələrim ki, hansı ki, sən də tanırsan. Məsələn, ən yadda qalan bir xatirən ki, bu dəqiqənin hirsli vaxtında belə yadıva düşəndə ən azı dodağın qaçır ki, nə yaxşı ki, bunu yaşamışıq. Elə bir xatirən varmı? Elə xatirələrim çoxdur. Sən nə ilə bağlı bilmək istəyirsən? Gülməli yadında qalan bir xatirə. Nə bilim, çünki gəzmədiyin çox az şəhər qalıb məncə. Sənin bir ara ümumiyyətlə çoxudur. Hər dəfə kəşfiyyatdan gəlib çıxırdı. Bütün Avropanı gəzdin. Demək olar. Yəni oralarda ola bilməz ki, çünki ölkəni çıxdın, hekayələr başlayır da, yəni. Yadında qalan bir hadisə. Mən düşünürəm ki, ölkəni çıxdınsa,
mütləq sevdiyin insanlarla çıxmalısan, mütləq. Ki onun hər anında o qədər xatirələrim var, hə. Bunu danışılmayası şeylər də var. Danışılası var, danışılmayası var amma Hə, danışılası var, danışılmayası. Amma bu dəqiqə ağlıma nəsə bir şey gəlmir. Qoy bir düşünüm. 100% olubdur. Yəni dil bilməməklə bağlı ola bilər də, yəni başqa bir dövlətə eniş eləyirsən, yəni. Yadıma düşənlərdən. Olub məsələn bir yanlış anlaşılma olmuşdu. Polis saxlamışdı məni. Məni yox, olub. O da necə olmuşdu? Biz pandemiya ərəfəsində idi. Ərəfəsi deyildi, pandemiyanın özü idi lap. Biz də 4 qız getmişik istirahətə. İstirahətdən qaydanda hamının maska, hətta o hansı ərəfə idi, o moment heç burnunun ucuna da maskanı qoya bilməzdin. Burun deşiyi göstərmişsə, yaxalama. Həmmam. Biz də təyyarədən enmişik, oturmuşuq avtobusa. Avtobus gətirəcək aeroporta. Yəni trapla deyildi də, avtobusla idi. 2 qız bir oturmuşuq, 2 qız bir oturmuşuq. Mən də rəfiqəmlə oturmuşam bu tərəfdə, xəbərim yoxdur. Digər rəfiqələrimiz də bizlə yan-yana paralel oturanlar maskanı aşağı salıblar, söhbət edirlər burnunun üstünə. Bir eşitdim ki, arxadan bir türk qadın qışqırdı ki, maskalarınızı qaldırın yuxarı, siz bizə. O da əslində, yəni uzun avtobusdur, avtobusda çox az adam var. Biz oturmuşuq avtobusun qabağında, o xanım isə avtobusun ən arxasında ayaq üstə dayanıb. Sən demə, bu stüardessaymış, kabin görəvlisi belə deyək, türklərin dili ilə. Görəvliyiz. Hə, biz də bilmə, əslində mən o davada heç iştirak eləməmişəm, nə mən, nə də yanımda oturan. Biz sadəcə bir də gördük ki, avtobusda aləm dəyib bir-birinə. Nəysə, bizim qızlar da nəsə ona sərt cavab verib ki, sizdən bizə nə, siz orada, bizim üzümüz bu tərəf, qarşımızda heç kim yox falan filan. Çöndük, baxdıq, sonra davam elədik söhbətimizə. Bir də belə baxanda gördük ki, həmən o stüardessa xanım gəlib düz durub, bizim xanımlar oturub rəfiqələrim. Bu da durub düz bunların qarşısında belə, ayaq üstə. Bunlar danışdıqca bunların maskasını yox, yaxınlaşır belə bunların belə, maskanı belə çıxardır, başlayır bunların üzünə danışmağa, belə loba-lob. Ki, mən də səndən belə danışıram, xoşuma gəlir. Hə, maskanı çıxartdı, belə... Yəni, qızın ağzına girib ki, mən səndən görürsən, maskasız danışıram, mənim xəstəliyim varsa sənə keçsin. O xanım da yanımızdakı digər rəfiqələrdən biri türk idi. O da türkdə axı rahatdır. Xanım durdu ayağa, maskasını çıxartdı, tüpürdü qızın üzünə. Salam əleykum. Ki, sənə kim ixtiyar verib? Sən gəlib, mənim qabağıma keçmirsən, mənim üzümə danışırsan. Halbuki mənim maskam burnumun ucundadır, mənim qarşımda heç kim yoxdur, pəncərə tərəfdə oturub xanım. Özləri üçün söhbət edir. Qız da lap arxada, avtobusun arxasında, gəl, çıxart maskanı, başda bunların üzünə. Aləm dəydi bir-birinə. Bu da həm bu xanımın elədiyi, həm bizim xanımın elədiyi açıq-aşkar ölümə səbəbiyyət verməkdir. Pandemiya dövründə maskasız kimisə özünə danışmaq və yaxud da tüpürmək, bu o deməkdir, ged öl. Ged öl. Nəysə, bunlar... sonra aeroportda incitmədilər? Bunlar dava qırğın elədilər, aləm dəydi bir-birinə. Fikirləşdik ki, heç nə olan deyil. Endik çamadanlarımızı götürəndə. Bir də gördük xanım, yanında da 4-5 dənə polis gəldilər bizə. Salam əleykum. Apardılar ki, siz ölümə səbəbiyyət vermişsiniz, ya üzr istəyəcəksiniz, ya nə. Mən də qalmışam belə. O qədər rahatam ki, o qədər heç bir şeydə iştirak eləməmişəm. Maskan burnumun üstündə. Mən də ayırmışam da, mən də tərəziyəm axı, mən də davanı sevmirəm, konflikti sevmirəm. Ancaq ayırıram bunları ki, dalaşmasınlar. Oturmuşam sakit belə. Amma sənin də tərəzin arada atır ha. Deyirsən, mən dalaşqan deyiləm. Sən dalaşan vaxtlarını görmüşəm mən. Nevrozumla əlaqəli. Sonraki mərhələdə tam tərəzi olmuşsan. Amma əslində konflikti davanı sevmirəm. Maksimal, məsələn, başqası eləsin. Haqsızlıq mı gördüm, fərqi yox. Özümə və yaxud da başqasına ölüm çıxa bilər. Gəldi aeroporta. Nəysə, bir baxdım ki, polislər gəldi. Bu hanımlarımı, evet, aparıblar bizi bölməyə, bu aeroportunca, mən də oturmuşam rahat. Bəlkə bir 4-5 saat söhbət getdi, o tüpürən xanımı apardılar, analiz, test ki, bəlkə xəstəsən. Xanımda COVID çıxsaydı, gedəcəkdi də. Nəysə, indi gəlmişik, mənə deyirlər ki, polis deyir ki, bəs uzatmayın da, xanımdan üzr istəyin, xanım da şey eləsin.
yola verin, çıxın, gedin siz də. Bəlkə bir 5 saat keçib. İndi mənim tərs damarım tutub. Deyirlər ki, deyirəm ki, hamımız üzr istəməliyik. Deyirlər ki, hamımız üzr istəməliyik. Deyirəm, axı, mən heç nə eləməmişəm, mən tüpürməmişəm, mən niyə üzr istəyirəm? Xanım deyir, deyirəm ki, xanımı çağırım, deyirəm, xanım, mən sizə bir şey elədim, deyir, yox. Mən sizə tüpürdüm, deyir, yox. Deyirəm, dalaşdım, deyir, yox. Deyirəm, mən sizdən üzr istəməliyəm, deyir, hə. Dedim, istəmirəm. Ay, yaycı. Eləməmişəm axı. Mən də haqsızlıq varsa orada dünya dağılı eləmərəm. 4 saat da aeroportdasınız, bir dənə üzr istəyib çıxıb getmirsiniz. İndi qızlar da deyir ki, mənə biz istəyirik, gəlindi sən isə. Deyirəm, istəmirəm. Mən niyə istəyim axı? Mən axı heç nə eləməmişəm. Əgər səhvim varsa, mən gəlim üzr istəyim. Mən axı ayırmışam. Elə bir maraqlı bir hadisə olmuşdu və orada mən axıra kimi dirəndim, istəmədim üzr. Deməli, bəli, oradan üzürsüz çıxdın. Bir də bu yaxında bir şey eşitdim mən sənin haqqında. Siyahıda da gördüm səni. Biraz bu efirdə bəzi proqramlar bağlandı. Çox sənətçilərə, sənət adamlarının efir qadağası. Sənin də adını gördüm orada. O real idi. Sonra mən xəbərin davamını izləyəmədim. Mən amma absurd gəldi ki, Pərvin nə əlaqədə? Pərvin, onsuz da azad çıxırsan efirlərə. Çıxanda da səliqə, səhman. Sən demişsən, sözünə qüvvət Fərdə. Mən onsuz da son illərdə çox nadir hallarda efirə çıxıram. Yəni ancaq çox istədiyim insanlar dəvət eləyəndə sən. Çünki həmin ərəfədə üzr istəyirəm. Hər şey paylaşırdılar da. Kimin diri ağzı olan danışır. Hamı hərə bir xəbər yazırdı. Sadəcə mən bilmədim o rəsmidir, qeyri-rəsmidir. Yox, o qeyri-rəsmi bir xəbər idi. Ən gözəl açıqlamanı sən verə bilərsən. O qeyri-rəsmi bir xəbər idi. Onsuz da mən son illərdə az efirə çıxıram. Çıxanda da zaten geyimim olsun, danışığım olsun, maksimal dərəcədə bunlara fikir verməyə çalışan insanam. Əslində birinci xəbər çıxdı, orada adım yox idi. İkincidə çıxanda özüm də belə qəribə qaldım ki, niyə axı mən çox efirə çıxan adam deyiləm çox. Sonra bunu bir araşdırdım. Nə dərəcədə realdır, ola bilər də, bəlkə realdır. Çünki mənim həmişə başım bəlalı olduğuna görə həmişə ilk qarayaxmalarda, ilk qalmaqallarda, ilk problemlərdə həmişə mənim adım gedir. Dedim, bəlkə var. Bir araşdırdım, elədim. Çox şükür ki, heç bir əsli olmayan bir xəbər idi. Heç bir qadağam yoxdur. Tək mənim yox, o ikinci siyahıda olan bir çox insanların qadağası yoxdur. Bu hansısa bir saytın, bilmirəm, hansı bir bilməm nə saytının özündən tərtib elədiyi bir yəqin ki, onunla bağlı da bir qanunvericilikdə bir bəndlər çıxacaq. Çünki mən düşünürdüm bundan məşğul olum. Çünki istəmərəm mənim adım belə bir şeydə hallansın. Çünki hər zaman efir mədəniyyətinə fikir verən bir insan olmuşam, hər zaman. %100. Və belə bir şeydə adımın hallanmağı və bəzi insanların sırasında olmağım, nəinki mənimlə yanaşı real, doğrudan da qadağası olmayan insanlar vardı ki, hansı ki, orada adı olmamalı olan insanlar. Nə onların, nə mənim qadağam yoxdur, amma bir də baxıram ki, bunu hansısa bilməm nə saytı bunu eləyib, tərtib eləyib siyahını və doğrudan da irəlidə, öndə olan böyük saytlar da bunu repost eləyib. Mən onu araşdıranda, biləndə ki, doğrudan da yoxdur belə bir qadağa. Əsas səhifələr hansı ki, böyük səhifələr ki, işini bilən səhifələr, mən onlarla əlaqə saxladım. Onlar onu sildi. Onlar da görəndən sonra ki, belə bir xəbər yoxdur, o silindi. İndi bilmirəm, bu mənim üçün əslində problem deyil, Fərdə. Yox, sənət adamı üçün problem. Yenə də mən bilirəm ki, yenə də xahiş eləyəcəklər, çağıracaqlar. Çağırmasalar da canları sağ olsun. Əsas odur, bizim proqram vasitəsilə də, o üz bu üz proqramından da eşitdiniz ki, öz dilindən eşitdiniz, elə bir şey yoxdur. Pərvini nə vaxt istəsəz, Pərvinlə həm söhbət olmaq istəsəz, onu da özünüzün sevənlərinizlə qovuşdurmaq istəsəz, hər zaman Pərvin telefonlardadır. Minnətdaram Pərvin. Bu arada Fərdə, çox xeyirli uğurlu olsun. Təşəkkür edirəm. Çox düşərli olsun. Bizim səndən hər zaman işlərimiz çox yaxşı alınıb. Bu veriliş də əminəm ki, çox gözəl keçdi. Əslində, çox səmimi əminəm ki, deyəndə doğrudan elə keçdi. Yəni, vaxt necə keçdi bilmirəm. Çox səmimi söhbətlər elədik. Keçmiş günlərimizə qayıtdıq, çəkiliş günlərimizə. Mən ümid edirəm ki, davamı olacaq, daha yaxşı olacaq, daha yüksək olacaq. Zaten sən öz sənətində sözlü demiş bir insansan, komediya sahəsində. Yəni, bayaq da dedim o stand-up'ın anonsunu verəndə, orada bizim o tərəfimizdə, yəni tamaşaçı ilə şou altında, işıqlar altında hamısını da eləmişik mərhələ-mərhələ, top kimi şou yadındadır. Yəni, Azərbaycan
sərhədlərində edə biləcəyin artıq bir şey yoxdur Fərdə. Nə sənin, nə mənim. Şükürlər olsun ki, Allahın pikini imkanları etmişik. yaradıb. Bəli. Pikini Top, etmişik. serial olsun, film olsun, əsas stand-uplarım olsun ki, orada çox rahatam, davam eləyirəm. O səhnə işıqlar altında top kimi şov olsun, 10 qat şov olsun. Bu söhbətə özümün ehtiyacım var və sevdiyim adamlarla ehtiyacım var. İstəyirəm Mən də arada sən bir məsləhət yığışaq, görürəm ki, bu söhbət eləyək. verilişə mənim kimi adamları çağırasın. 100%, Mütləq. 100%. Hansı ki, doğrudan da yaşanmışlığın olub, işbirliyin olub, Hətta günlərin olub. münasibətim olmasa belə doğrudan da cəmiyyətimizə faydalı olan adam. İstər geyim tərzi, istər danışığı, istər oynadığı rollarım olsun, idman arenası olsun. Yəni faydalı insanlardan istəyirəm arada bir belə söhbət eləyək. İzləyənlərimiz də Doğrudan baxsınlar, da, həddindən artıq çox xoş zövq oldu. alsınlar. Hə, sevə-sevə gəldim. Təşəkkür edirəm Sevə-sevə sənə. söhbətləşdim. Hətta burada heç vaxt danışmadığım söhbətlər də oldu uşaqlığımdan. Nə yaxşı, nə körpəliyimdən. yaxşı. Ekskluziv də Hə, oldu. yəni ailə söhbət çünki çox danışmağı sevmirəm o barədə. Sağ ol ki, bu qədər rahat və səmimi olduğunu bir daha mənə də sübut elədin, elə izləyicilərimizə də. O yüz bu yüzdəydiniz. Gələn dəfə hansı qonaqları görmək istəyərsinizsə, düzdür, sonuçda yenə də sizli bizli seçim eləyəcəyik. Amma yenə də izlədiyiniz üçün təşəkkürlər. Öpülürsünüz. Əzizlərim, sonda isə mənim xüsusi təşəkkürlərim var. Mənim və qonaqlarım üçün hazırlanmış bu gözəl divan və kresloya görə Wood Gallery MMC-yə təşəkkür edirəm. Növbəti təşəkkürüm isə bizim bu gözəl layihəmizin ərsəyə gəlməsində bizim üçün hər bir şəraiti yaradan Jet Cinema studiyasına sonsuz minnətdarıq. O yüz bu yüzdəydiniz. Hər həftə görüşürük inşallah. Öpülürsünüz.